Bir yanğın söndürəndən soruşublar. Royalla skripkanın fərqi nədir? Yanğın söndürən deyib, Royal daha çox yanır. Nə dəhşətli bir cümlədir. Yəni həqiqətən bəlkə həyatda da bizi belə bu formada təəccübləndirən hadisələr olur. Yəni birinə bir sual verirsən, tutaq ki, müqayisə üçün, sən başqa bir perspektivdən gözləyirsən müqayisəni, o isə öz perspektivindən cavablandırır, sən də şoka düşürsən ki, bunun nə dəxli var da? Yəni burada belə deyək, məsələn, tutaq ki, kompüter müqayisə edir iki nəfər, biri kompüterlə işləyir, başı çıxır. Kompüter müqayisə edərkən iki kompüteri baxır, RAM-ı nə qədərdir, yaddaşı nə qədərdir, ekran ölçüsü nə qədərdir. Yəni sensor ekranı var, yoxdur. Bunları müqayisə edir. Amma başı çıxmayan gəlir deyir ki, bu çəhrayıdır, bu yaxşıdır. Məsələn də indi rənginə görə müqayisə aparır, sırf görünüşünə görə. Yəni bir çox sahələrdə ola bilər və burada da yanğın söndürənin cavabından görürük ki, daha doğrusu sual verərkən gözlənilir ki, yanğın söndürən bəlkə də o səs effektinə görə, səsin necə çıxmasına görə, birinin simli, birinin klavişli olmasına görə və başqa bu cür musiqi ilə əlaqəli xüsusiyyətlərə görə müqayisə aparacaq. Amma yanğın söndürən ona bir odun parçası kimi baxır. Royal daha çox yanır. Bunun fərqi budur mənim üçün ki, Royal daha çox yanır, skripka balacadır, onun o oduncaq hissəsi azdır, daha az yanır. İndi burada sual belədir ki, bu mətndən hansı nəticələri çıxarmaq olar? Yanğın söndürənin qara yumoru sevdiyini əminliklə söyləmək olar. Ümumiyyətlə qara yumor nədir? Normalda yumor mövzusu olmayan məsələləri yumora çevirmək və burada da heç yanğın söndürən bilinmir bunu yumor məqsədi ilə eləyib, yoxsa elə öz düşündüyü budur. Ona görə anı çıxır avtomatik. Yanğın söndürən hansı musiqi alətinin səsinin daha məlahətli və ürəyə təsir edən olduğunu bilir. Yenə də gördüyümüz kimi burada yanğın söndürən heç ona səs effekti baxımından yanaşmadı. B də getdi. Yanğın söndürən ona verilən suala musiqi alətinin texniki və səs fərqləri baxımından yox, öz peşəsinə uyğun yanaşıb, bəli, elə girişdə də izahda dediyimiz kimi C-ni götürürük. Eyni hadisəyə və ya əşyaya ayrı-ayrı peşə sahibləri müxtəlif reaksiya verə bilər, bəli. Burada da gördüyümüz kimi yanğın söndürən belə yanaşdı ki, Royal daha çox yanır, D-ni götürürük. Skripka Royaldan daha dəyərsizdir. Xeyr, burada heç də ondan söhbət getmir. Ümumiyyətlə, musiqi alətinin dəyəri onun həcmi ilə, kütləsi ilə ölçülmür. Yanğın söndürənin cavabında ironiya var. Xeyr, burada heç bir ironiya yoxdur. İroniya odur ki, zahirən mənfi, zahirən müsbət, əslində isə mənfi mənanı ehtiva etsin. Burada belə bir şey görmürük. Ona görə də düzgün cavab olur sadəcə C-D.